Salam dostlar, mən bugün sizlərə Minecraftda Lucky Block modunu göstərəcəm. Bu əslində modsuzdur, ancaq command bloku ilə olur. Bizə təkcə lazım olan qazan, kağız, qızıl bloku, qızıl külçəsi və əmir bloku. Bilirsiniz ki, əmir blokunu almaq üçün siz bu kodu yazmalısınız. Give öz adınızı, mən də adım belə olduğu üçün belə yazıram. Siz də öz adınızı yazın. Yazdıktan sonra sizə gördüyü kimi əmir bloku gəlir. Bunu yerə qoyuruq. Sonra düymə götürürük. Biz düyməni shift ilə buraya qoyuruq. Ctrl ilə kodu kopyalayırıq. Mən videonun alt hissəsində kodu qoyacağam. İndi qoyduqdan sonra bitti eləyirik. Sonra isə düyməni sıxırıq. Düyməni sıxdıqdan sonra gördüyünüz kimi makina yarandı. Biz sonra nə etməliyik? Görürsünüz ki, əlinizə Lucky Block gəlmir. Siz sonra belə etməlisiniz. Qazanı yerə qoymalısınız. Sonra qızıl blokunu içəriyə atmalısınız. Atdıqdan sonra göründüyü kimi alov yaranır. Sonra isə qızıl külçəni oraya doğru atırsınız. Atdıqdan sonra gördüyünüz kimi yumurta gəlir. Biz bu yumurtanı yeyirik. Və gördüyünüz kimi Lucky Block gəlir. Bunu buraya qoyuruq. Gördüyünüz kimi belə bir şey alınır. Sonra bunu sındıranda TNT çıxdı. Sonra burada pis şeylər də çıxır, yaxşı şeylər də. İndi o Wizard çıxdı. Gördüyünüz kimi. Su vedrəsi çıxdı. Odun çıxdı. Kəndli çıxdı. Neyse. Və siz bunu yox etmək istəyirsiniz. Yox etmək üçün isə biz kağızı buraya doğru atırıq. Gördüyünüz kimi sizə envanterləriniz gəlir. Makinanı yox etmək üçün isə makinaya doğru gəlirik. Ən altda Destroy yazılır. Destroy'a doğru vururuq və göründüyü kimi makina yox olur. Və beləliklə sağ olun. Salamat qalın. Gələn videolarda görüşənədək. Ancaq siz bunu yox etdikdən sonra yaratıqlar yox olur. Sağ olun.